Salam dəyərli müəllimlər, əziz şagirdlər, zülatın tezi ilə bağlı məsələnin izahına baxaq. Bizə deyir ki, kütləsi 5268 olan zülalın tərkibində cəmi 51 peptid rabitə vardır. Bu zülalın radikallarının kütlələrinin cəmini tapın. Radikalların kütləsini tapmaq üçün ümumi kütlədən biz amin karboksil qrupunun kütləsini çıxmalıyıq. Gəlin həll edək. Əgər 51 peptid rabitə varsa zülalın tərkibində, deməli bu zülal 52 amin turşusundan təşkil olunubdur. Zülalın tərkibindəki amin turşularının kütləsinə baxaq. Radikalları bilmirik neçədir. Amin karboksil qrupunun kütləsini əvvəlcə hesablayaq. Birinci amin turşunun kütləsi 57, sonuncu amin turşunun kütləsi isə 73 olur. Ortadakı amin turşular, hansı ki 2 peptid rabitə əmələ gətirənlər, onların da kütləsi 56 olurdu. 52 dənə amin turşu vardı. Birinci və sonuncu amin turşu 130'dur. Yerdə qalan 50 dənə amin turşunu vururam 56'ya. Bu da edəcəkdir 2800. 130 ilə 2800'ü toplayanda 2930 atom kütlə vahidi. 2930 52 amin turşusunun amin karboksil qrupunun kütlələrinin cəmidir. Bizə də ümumi kütlə 5268 veribdir. Mən 5268'dən 2930'u çıxıram. Yerdə qalan kütlə 2338. Həmin amin turşularının radikallarının kütlələri cəmi olacaq. Düzgün cavab B variantı.